Bugünkü tədbir çox vacib bir tədbirdir. Ətraf mühitin qorunması. Aynur xanım da QHT-nin rəhbəridir. Onunla bağlı bu günləri bizim Musiqi kəndində tədbir keçirdəcək. Çox maraqlı tədbirdir. Xoş gəlmişsiniz. Xoş gəlmişsiniz. Təşəkkür edirəm bu imkanı, bu şəraiti yaratdığınız üçün. Mənim adım Aynur Əliyeva. Mən özümdə İmişli rayonunun sakiniyəm. İmişlidə doğulmuşam, böyümüşəm. İş fəaliyyətimin demək olar ki, çox hissəsini İmişli rayonunda sosial layihələrdə, məcburi köçkünlərə yardım layihələrində, sosial dəstək layihələrində iştirak etmişəm. Beynəlxalq təşkilatlarda, beynəlxalq layihələrdə fəaliyyətim olub. Son 2 ildir ki, artıq 5 il könüllü olaraq ətraf mühit ekologiya sahəsində fəaliyyətim olub. Amma 2 ildə artıq ekoloq, ətraf mühitin qorunmasına yardım İctimai Birliyinin sədri kimi fəaliyyət göstərirəm və bu artıq mənim sədrliyimin ikinci sərbəst layihəmdir ki, eləyirik ki, biri keçən il oldu COP29-la bağlı. Azərbaycan ərazisində bildiyiniz kimi ölkəmizdə böyük bir COP29 tədbiri keçirildi və həmin o COP29 tədbiri ilə bağlı maarifləndirmə və təbliğat işləri apardı ki, o da İmişli rayonu və İmişli rayonundan başqa digər Füzuli rayonunda Qarabağ ərazisi kimi nəzərdə tutulmuşluq olmuşdur. Bu artıq ikinci layihəmizdir və burada isə məişət tullantılarının idarə olunmasında səmərəliliyin artırılmasıdır və maliyyə dəstəyi Azərbaycan Respublikası qeyri-hökumət təşkilatlarının dövlət dəstəyi agentliyi tərəfindəndir və onlara təşəkkür edirəm ki, bu imkanı, bu şəraiti bizə yaradırlar ki, biz sizlə bu təbliğat və təşviqat işlərini aparaq. Və istəyərdim ki, seminarın başlamamışdan əvvəl mən ərazi icra nümayəndəsinə və bələdiyyəyə dərin təşəkkürümü bildirim. İmişli rayon icra hakimiyyətinə təşəkkürümü bildirim ki, məni qəbul etdilər və bu layihəyə təbliğat təşviqat işlərinin sizin kəndlərdə sizlərə çatdırılmasına bizə dəstək göstərir və bu şəraiti yaradırlar. İstəsəz sizlə əyləşin və başlayaq tanışlıq. Sizin əyləşdə durmanızı istəmişsiniz. Burada dayanırlar. Bizdə qeydiyyat vərəqi var. Qeydiyyat vərəqəsində hamı adını, soyadını və yazacaq, imzasını yazacaq ki, bu seminarda iştirak eləyib və məlumatlandırılıb, müzakirələr olub. Bu dərs deyil, yəni bəri başdan deyim, məktəbdə təşkil olunsa, bu dərs deyil. Bu müzakirə şəklində olan bir şeydir. Burada da maşallah olsa xanımlarımız çoxdur və demək olar ki, məişət tullantılarının idarə olunmasında xanımlarımızın da rolu çoxdur. Amma istəyərdim ki, belə həm səsinizi eşidək, həm sizin də fikirlərinizi, məişət tullantıları ilə bağlı fikirlərinizi bilək. Biraz maraqlı bir sual vermək istəyərəm ki, yatdınız və oyandınız, gördünüz ki, əlinizdə sehirli çubuq var və o sehirli çubuqla həyatınızdan hər hansı bir məişət tullantısını çıxarmaq şansınız var ki, o sehirli çubuq sizə onu kömək edəcək. Nəyi istəyərdiniz həyatınızdan çıxardırsınız? Birinci adınızı, soyadınızı deyərsiniz, sonra da o həyatınızdan çıxartmaq istədiyiniz məişət tullantısının adını deyin. Olar mı? Hansı səhvdə başlayaq? Hə, buyurun. Oturun yerdən, rahat. Baba evə aid bu məktəbin iddiasını verməyəm. Təbii ki, plastik torbaları çıxartmaq istəyərdim. Onun əvəzinə parça torbalardan istifadə olunsa daha yaxşı olar. Allah, gözəl. Siz? Mən ümumiyyətlə bir icra nümayəndəsi kimi danışmaq istəyirəm. Buyurun. Bu mövzu bizim ən belə deyil, çətin, ən yaralı bir mövzumuzdur həqiqətən. Biz bu baxımdan çox əziyyət çəkirik. Çünki bu tullantıların idarə olunması belədir ki, bizdə bununla bağlı sosial işçilər yoxdur. Adətən bunu bələdiyyə sədri və icra nümayəndəsi özümüz sədr edirik, belə deyək də. Müəyyən gedirik, bu işlə məşğul olan adamları tapırıq. Hətta özümüz də zibil təmizləyirik. Mən olsam ümumiyyətlə hər kənddə, hər belə deyək də, kənddə müəyyən yerlərdə zibil qutularının ayrılmasının tərəfdarıyam və bunun daşınması. Ümumiyyətlə, əslində bu tullantının idarə olunması böyük bir prosesdir. Və bunun həlli istiqaməti tək bir kənddə yox. Ümumiyyətlə, mən deyərdim kənd, ardıcıl rayon, ondan sonra şəhər və bu zəncirvari olaraq Respublikanın hər yerində tətbiq olunsa və mən səhv eləmirəmsə, Bakıda hansısa rayonda var hal-hazırda o tullantıların idarə olunması, təkrar yemalı. Bax, mən istəyərdim ki, bizim rayonda onun bir tətbiq olunsa çox gözəl olar. Mən onun tərəfdə olardım. Sehirli çubuqdan bəli, elə istifadə edərdim. Amma mövzunuz da onu deyim ki, mənim çox gözəl və bugünkü günün belə deyək, tələbi olan, aktual bir mövzudur. Çox gözəl mövzuda toxunmuşsunuz. Minnətdarım ona görə sizə. Biz təşəkkür edirik. Sağ olun, sağ olun. Siz xanım?
Nəzərhan Nazlı, mən coğrafiya müəllimi, mən lisansımla da bağlıdır. Gözəl. Düzdür, tullantılardan belə hamısı yığılırsa yaxşı olar. Əsasən də təkrar elman. Bəli, çox gözəl. Tamam, onu da belə gedək də. O tərəfdə başlasın, sonra ikinci abla, sonra ikinci sıraya. Ad soyad? Şəmmədova Lalə, Aha, Lara. Nazirə müəllimiyəm. Aha, Mən də elə o salaxan torbaları. aha, plastik torbalar. Uğurlu evə qayıtdı, uşaq bölümünün rəhbəri. Mən Qərənfil xanımın fikri ilə razılaşıram ki, şəxsən biz çox əziyyət çəkirik, tullantılarımıza atmaq mənasında. Çox əziyyət çəkirik, şəxsən bilmirik neyək. Elə bir şey olsa hələ bu, indi söz yox, o kağız torbalarda xaricdə bir o bizdə qabaq olan o kağız klublarda istifadə olunur. Yəni salamat olunur, bizdədir bu salamat. Amma ondan da əlavə bizim tullantılarımızı, nəyəsə bir şey təşkil olursa, Qərənfil xanım da çox əziyyət çəkir ki, onunla bələdiyyə ilə bağlı ki, bura tökmüyor, bura eləmiyor. Biz çox əziyyət çəkirik o ilə bağlı. Şəxsən mənim özümün şəxsi fikrimdir ki, elə bir şeyin qabağa alınsa, nəsə kənd üçün bir şey olsa, biz onu çox sevinərəm. İnşallah. Tamam, keçək sizə, gənclər. Manova Ləman, ingilis müəlliməsiyəm bu məktəbin. Mən məsələn istəyərdim ki, cərimə tətbiq olunsun zibil atanlara. Şəhərdə bəlkə də tətbiq olunur, amma şəxsən rayonlarda da, olsun rayonda, kənddir. Xüsusi zibil qabların yanına nəzarət kameraları qoyulsun ki, bu yəni qarşısını ala bilmirik ki, biz özümüz rayonda yaşayırıq, biz zibilin qarşısını ala bilmirik, tullantıların qarşısını ala bilmirik. Əgər cərimə tətbiq olunsa, insanlar məcbur əməl edirlər. İnşallah. Mənim fikrimdir. Tamam. Ortazadə Qəndar, 33 Mənim fikrimcə plastik butulkalar olmasa daha yaxşı Aha, olar. plastik butulkaların devamını istəyirsiniz. Keçək ikinci sıraya, elə buradan. Gözəl qızımız, qalxma, yerindən otur deyil. Yəni, qəşəng müəllimlər var, yəni. Aha, tamam. Cəbrəzədə Paksər, 11 sinin şagirdiyəm, fazla məktəb tanımışam. Aha, gözəl. Mən sizə zibilləri çəmən yol qıran atmosfer Paksər uyğundur. Aha, tamam. Seyirli çubuqdan onu eləyərsən. Aha, Şəngül. Mən də Seyfullah Əzizlikə, məktəbin məzunuyam. Mən də sinif yoldaşımın sözünə razılam ki, zibilləri qorumaq lazımdır. Açılan lazımdır. Gözəl. Keçdik. Ad soyad? Sarıyeva Vüsarə, bu məktəbin məzunuyam. Mən istəyərdim ki, plastik materialla nə bağlı varsa, onlar yox olsun. Gözəl. Mən Fəthullalı Şükran, mən də bu sinif məktəbin məzunuyam. Mən də sinif yoldaşımdan razıyam. Aha. Sən də plastik torbalarının və plastik butulkaların istəmsizdə istifadə olunsun. Keçdik. Siz xanım? Səfirova Aidə, məktəbin texnik işçisiyəm. Mən də Qərənfil xanımın sözü ilə razıyam. Mən də istəyərəm ki, kəndimizdən hər bir yerinə zibil qutuları qoyulsun. Biz zibil atmağa əsir qaldıq. Tapa bilmirik də bir yer ki, zibilimizi ataq. Zibil qutularının qoyulmasına biz çox şad olardı ki, qoyulsun. Mütləq bizə lazımdır. Siz xanım? Məhmədova Saniyə. Mən də deyilən sözlərdən razıyam. Yəni, zibil qutuları olsa daha yaxşı. Gözəl. Keçdik. Arxaç. Şəmmədova Nəsibə, dil ədəbiyyat müəllimi. Mən də həqiqətən də çox sağ olun, gözəl mövzu qoymusunuz. Yəni, məişət tullantılarının idarə edilməsi hər birimizin nəzər diqqətində olmalıdır. Hansısa bir yazda mən təzə oxumuşdum, o salaxan torbaların məişət tullantısı kimi olması barədə. Yəni, deyir, hətta o 100 illər ərzində ən gec, bəlkə də kimyaslar daha yaxşı bilər, ən gec, deməli, çürüyən materialdır. Hətta deyir, onlar, yəni, zahiri görkəmcə deyir, hətta o bitkilərin də, yəni, inkişaf eləməsinə, eyni zamanda onların gələcəkdə bar verməsinə təsir edir. Ona görə də kənd yerlərində yenə də sağ olsunlar, yoldaşlar qəşəng təşəbbüs sürdülər, mən də razıyam. Həqiqətən də kənd yerlərində daha çoxdur. Zibilliyin qarşısını almaq ən öndə olan məsələlərdən biri olmalıdır. Yəni, hamımız bunu nəzərdə saxlamalıyıq. Təbii, ekologiya müsahibədir ki, vicdan məsələsi də burada. Hə, doğrudur. Ne deyəsən, hər bir şey sıfırdan başlayır. Yəni, hər bir kəs... Ekologiyadan başlayır və ekologiyada hara qurulması da yenə gəlir ekologiyadan. Hər bir kəs özü təmizliyə riayət eləsə, əlbəttə ki, təbiətimiz gözəlləşər, sağlamlıq. Birinci növbədə bizim sağlamlığımızdır. Keçdik Obra xanım. Mən Mahmudova Zülfürə, məktəbin informatika müəllimiyəm. Mən daha çox bu dəmir qabda olan içkilər, o kimi tullantıları yox eləməyə üstün tutardım. Gözəl. Keçdik.
ikisini. Həsənova Günay, riyaziyyat müəllimiyəm. Mən də plastik bulkalardan hətta sonra süd töküb istifadə edirlər, onu daha zərərli deyirlər deyə ən çox xoşlamadığım plastik bulkalardır. Mən Ümmət Zülfiyə, məktəbin texnologiya müəllimiyəm. Mən də hamı kimi ətraf mühitin əsasən təbiət mənzərəsi olan yerlərdə, istirahət yerlərində insanları çox ətrafı zibilləməyə, bu şey məsələlərdə daha çox heyfsilənirəm. Çünki təbiətin özünün təbii gözəlliyi pozulur, pis qoxular yayılır. Bununla bağlı maarifləndirmə işləri çox olmasını istərdim. Çox gözəl. Keçirik. Adı soyad. Adı soyad deyil, problem deyil. Adınızı soyadınızı deyil. İbrahimova Gülsün. Aha, Gülsün xanım. Siz nə istəyirsiniz olmasını? İşləmişlərə razıyam. Aha. ki, zibil qutuları qoymaq. Ha, qutuları qoymaq istəyir. Siz xanım? Mən də zibil qutuları qoyulmasını tərəfdirəm. Aha, gözəl. Siz xanım? Şirəli Valadə, məktəbin kitabxanacısıyam. Hər tür kimyəvi qatqıları olan şagirdlərə o fetrədə verilən yeməklərlə ilgilənirəm. Ən birinci, gələcəyimiz uşaqlar hamısı kimyasaldır. Fast foodlar istəmirik. Çünki suxariklərdir, nə bilim, turlardır, paketlər açılanda onların iylərindən sinifdə girmək mümkün deyil. Ən ümumi vəzifələrin biri odur ki, paketlənmiş yeməklərdən uzaq olunsa, təbii yeməklərə keçir. Çox gözəl. Arkada o listədə qalanlar, fərqmat eləməyənlər. Aha. Mən Ayazlar Metrik Kimya müəlliməsiyəm. Aha, ən gözəl. Deməli, yoldaşlarımız qeyd elədi, əsas bilirik ki, təbiətdə gec şəkildə parçalanan plastik kütlələrdir. Yəni, polietilen torbalardır, eyni zamanda plastik qablardır. Bununla yanaşı qeyd edə bilər ki, sintetik olan materiallar təbiətdə gec parçalanır. Məsələn, plastik kütlələri belə deyim, 1000 illər çəkirsə parçalanması, amma sintetik də onun qədər də ən az 500 ilə qədər çəkir sintetik materialların parçalanması. Yəni, mən də eyni şəkildə ən birinci plastik kütlələr, sonra sintetik materialların təbiətdən yox olmasını istəyərdik. İnşallah. Siz? Mən də Həsənova Mələk, istəyirəm ki, plastik kutukalar ətrafda zibil olur, bilənməyim. Nə olsun? Arkada son iki xanımlar da təqdim edəsiniz özləri. Niyə danışmıyorsun? Burada kim var ki? Özümüz üçün. Özümüz üçün. Arzu yazılsın. Mən də məktəb müəlliməsiyəm. Mən də istərdim ki, zibil qutularının qoyulması. Ha, zibil qutuları istəyəm. Siz xanım? Mən də Hədəvan Mən də təbiətin gözəlləşməsi üçün, təbiətin səliqəli, yəni kəndimizdə ən çox zibilin geniş yayılması, zibillik çox olur. Yəni onun zibil qutularının olması daha məqsədə uyğundur. Yəni atılan zibillərdə daşınması yerində qalmalı. Çox gözəl. Təşəkkür edirəm hər birinizə özünüzü təqdim etdiyinizə görə və arzularınızı dilə gətirdiyinizə görə. O bir şey bir dəfə deyərsən olar. İnşallah ümid edirik ki, biz də bunları bir yuxarı layihələrə girəndə dəfələrlə dedikcə də nəticəsində görəcək. Əslində bu layihə təklifi hazırlananda biz qeyri-hökumət təşkilatla Dövlət Dəstəyi Agentliyi layihəni təqdim edəndə orada nəzərdə tutmuşduq. 3 fərqli qutular, yaşıl, sarı, qara qutular ki, hansılar ki, 3 rəngdə 10 çeşid, 10 dəst, hər bir kənd üçün, hansı ki, təbliğatda biz təbliğat təşkilat edəcəkdik və sonunda həmin qutuları hədiyyə kimi nəzərdə tutmuşduq ki, icmalara verək. Zaten maliyyə dəstəyi məsələsində özünüz də bilirsiniz ki, indi o plastik qutuların alınması biraz bəli, vəsait tələb. Vəsait yuxarı tələb olunduğuna görə o hissəni bizdən təmin eləmədilər. Məcburi belə deyək də, artıq biz layihənin gedişatını dəyişməyə məcbur olduq ki, və təbliğat təşkilat işini eləyək. Düzdür, biz fikrimizdən dönməmişik. Növbəti layihə təklifində yenidən müraciət edəcək ki, axır ki, bu kəndlərdə ən azından biri var danışırsan, biri də var ki, təcrübəsi artıq praktikada keçirsən. Deyəcək ki, buyur, bu da praktikasıdır. Biz sizə danışdıq, bu tullantıları bu formada çeşidləmək lazımdır və bu qablara atmaq lazımdır. Daşınmasını da indi artıq yəqin ki, özünüz hansısa bir versiyanı eləyə bilərsiniz. Təəssüf ki, o arzunuz belə deyək ki, gerçəkləşmədi, amma nəzərimizdə tutmuşuq. Çünki
bu gün oldu, bitti, sabah artıq olmayacaq deyil. Mütəmadi olaraq həyatımızda məişət tullantılarını istifadə edirik, artır və davam edirik. Bu baxımdan, yəni nəzərimizdədir o tullantı qablarının verilməsi. İcra hakimiyyəti ilə danışanda, biz görüşəndə orada da bu məsələni dilə gətirdik. Dünən Milli kəndindəydik, biz tədbir keçirdik. Milli kəndi icra hakimiyyəti nümayəndəsindən də, orada səlahiyyətli nümayəndəsi iştirak edirdi. Oradakılar da eyni o sözü, sivil qutlarının yerləşdirilməsini istədilər. Hətta Milli kəndi özü birisi Bakıya gedən yolun üstündədir. Yol kənarında o Elə bu kəndə Bakı yolunun üstündə. Bakı yolunun üstündə olan kəndlərin vəziyyəti lap çətindir. Çünki maşından tullantılar birbaşa yolların kənarlarından Bizim Muradlı kənd inzibati əraziləri 3 kənd ərazidir. 32 Muradlı Nurlu. İnzibati ərazi dairəsinin ən ərazisi böyük olan 32 kəndi və 32 kəndi 1800 nəfər ərazisi var və bizim ən aktiv kəndlərdən biridir. Siz özünüz də gördünüz. Mən sizin o göndərdiyiniz şəkillərə baxdım. Dünən Hazarlarında da olsun Sərqaygın. Yəni orada bu qədər aktivlik mən açığı görmədim. Uşaqlar daha çox görürlər. Amma burada sağ olsun, müəllimlər maksimum iştirak edirlər. 4 uşaqdan 6 uşaq idi. Qalanında həm kənd sakini, həm müəllimlər, həm var idi. Və burada bəlkə də görürsünüz, heç getdə bu qədər qadın aktiv iştirak edə bilməz. İlk dəfə elə baxdım, gördüm kişi yoxdur. Və o ki, kənd tam orta məktəbdə, rayon təhsilində ad çıxartmış, öz yaxşı sözü demiş, yüksək nəticə göstərən bir kənddir. Və siz demiş ki, həm Bakı yolu, həm İmişlimalları kəndində yerləşir və ona görə bizim ən belə deyək də, ən yararlı bir mövzudur. Xahiş edirəm, növbəti layihədə əgər bunların tətbiq olunması olsa, birinci növbədə 32 kəndində tətbiq edir. Bax, bu xanımların burada aktiv işlərinə görə. Biz də bu layihədən yararlanardıq. Çox şadlar. Və həm də sizin bu layihənin belə deyək, yadda qalan və səmərəliliyi olardı. Və sizin üçün də layihəni biz də icra eləyəndə, mən ən çox belə deyim də, 47 yaşım var. Mən də sizdən belə götürəndə orta yaş hədədəyik. Haradasa 19-20 yaşından bu yana mən layihələrlə işləmişəm. Məcburi köçkünlərlə, həm bəhrəmtəfə yerləşən var idi, vaqonlarda yaşayanlar var. Onların hamısı ilə işləmişik. Və həmişə də həm könüllü işləmişəm, həm düzdür, qarşılıqda işləmişəm, qarşılıqda əmək haqqı da almışam. Amma heç vaxt mən işlədiyim heç bir yerdə bir rəhbərim vardı, mənim layihə rəhbərim, həmişə o mənə deyərdi. Deyərdi ki, ən yaxşı işçi ona deyərəm ki, kənddən çıxır, gedir, 2 il sonra o kəndə qaydanda o işçinin adı orada yadda qalır. Səbəb də nədir? Fəaliyyəti ilə. Və o həmişə mənim beynimdə yaddaşımda qalır və hansı kəndə gedirəm, istəmirəm ki, yalancı vədlər verim. Ay, gəldim, danışdım, çıxdım, getdim, bitdi. Yola verdi, eləmək istəmirəm. Və bu səfərki layihəmiz düzdür, ürəyimiz istədiyi formada alınmasın, amma yenə başa düşürəm ki, Dövlət Dəstəyi Agentliyi də düşünür ki, bir QHT-yə bir çox vəsait verməkdənsə 3 QHT-yə verir və 3 kənd məsələn maliyyələşir, 3 təbliğat və daha çox olur. Gələcəkdə də artıq indi bu il bizdən danışdılar və həm layihənin artıq qrant məbləğini böyüdəcəklər və genişləndirəcəklər. Ümid edirəm və inanıram ki, artıq bu layihədə bir fəaliyyət aktivliyimiz olacaq və sizə nəsə töhfə verə biləcəyik. Problemin aktuallığından danışdıq və bilirik ki, problem belə deyək də, aktuallığı həm ekoloji gəlgisidir, plastik qutuların, məsələn, plastik torbaların olması həm torpaqların çirklənməsinə gətirib çıxarır, həm havanın çirklənməsinə gətirib çıxarır. Ən çox da iqtisadi zərərləri çoxdur. Məsələn, bu kənd indi həm heyvandarlıqdır, həm təsərrüfatdır. Yəni ki, hamı heyvan satır. Plastik torbaların zərərlərini bildiyimiz halda, məsələn, müəllimə, kimya müəlliməsi və o izah elədi ki, bunun zərərli heyvan da çıxır yolu, o görmür ki, bu otlu, bu plastik torbada bunu yemək olmaz. Acdır, götürür, onu yiyir və o qida da gedir onun orqanizminə və onun orqanizminə söz formasında gəlir, düşür bizim orqanizmimizə. Və bu da bir xəstəlik yaradır, bu da bir ekoloji problemdir. Və hazırda dünyada gedir yaşıl energetika ki, elə eləsinlər ki, artıq yaşıl energetikaya üstünlük verilsin ki, biraz bu kimyəvi, başqa bu ziyanların qarşısı azıcıq da olsa alınsın. Biz araşdırmalar da apardıq və Saatlı İmişli rayonunda araşdırmalar apardıq və mənim oldu ki, İmişlidə poligon var, amma çatmır. Həm
belə ki, fəaliyyəti zəiflik çatmır. Kənd ərazilərində də toplanma zəifliyi var. O da məlum məsələdir ki, gündəlik torpaqdır, işdir, hamı məşğul olur. Buna da nəzarət eləmək məsələsi var. Bələdiyyələr özləri öz büdcələrindən maliyyələşirlər. Mən bildiyim qədərilə, siz də bilmirəm necədir, maliyyə dəstəyi olmur. Bu məsələlər var. Maliyyə olmur, bələdiyyə. Özü maliyyələşdirir. Bir də ki, təsərrüfat tullantılarının toplanması məsələsi var ki, bu da cari vəziyyətimizdə bizim gedir. Məişət tullantılarının növlərini indi orada göstərik, üzvü bioloji tullantılar da hansılar ki, indi müəllimə də bilir, istəsə özü izah edə bilər. Təkrar emal oluna bilən tullantılar var ki, məsələn, şüşə butulkalardır falanlardır, bunlar təkrar emal oluna bilir. Təhlükəli məişət tullantıları dedikdə, ən çox bizim uşaqlıqdan elə bu yana yadımızda qalan termometrin içərisində olan civədir ki, o təhlükəli, məsələn, məişət tullantısı olur. Batareyalarda təhlükəli məişət tullantısıdır, həm də ki, elektron tullantılar içərisində də o gedir. Qeyri-həcmli və iri qabartlı tullantılar nə ola bilər ki, bizim, məsələn, mebel əşyalarımız ola bilər ki, tulluyuruq, məsələn, tullamağa yeri tapmırıq. Yaxud maşınların təkərləri falan da biraz böyük onlarda istifadə olunur və bizim xanımlarımız da həyat bacanı da təmiz olması istədiklərinə görə ya yandırırlar, ya da ki, aparılır hansısa bir küçənin bir yerinə atır, əsas evin içərisindən təmiz olsun, evimizin içərisi təmiz olur, gedib darvazadan çöldə, darvazadan da o tərəfə keçdi, artıq qapıdan o tərəfə keçdisə, onu da kimsə götürməlidir, məsul şəxs məsələsi var, ona deyək ki, maliyyə dəstəkləri olur. Ətraf mühitə və sağlamlığa zərərlər olan nədə havanın çirklənməsidir, bu da bizim rayonda və karbon miqdarının artmasıdır. O da ki, məlum məsələdə harada bizdə şəkər zavod da var, başqa zavod fabrik olanlardır ki, sənaye. Əvvəllər isə Sumqayıt şəhəri deyilsə, indi hər bir yerdə o hansı ki, Sovet dövrü dağıldıqdan sonra özəlləşdirmə olur və hər kəsin hansısa bir istehsal sahəsini yaratmaq imkanı yarandı və İmişli rayonunda ən böyük, mən bildiyim, Azərsundur, şəkər zavodu, ondan sonra spirt zavodumuz da var, əvvəl broiler var, bilmirəm, var, işləyir, işləmir. Yəni, bunlar hamısı da istəsəz sənaye müəssisələrdir və orada da çıxan tullantıların həm qoxusu, həm tullantıların özləri də təbiətə ziyan vurur. Suyun çirklənməsidir. Suyun çirklənməsi böyük istehsal müəssisələrindən yox, elə bizim özümüzdən də asılıdır. Məsələn, mənim aktivim İmişli rayonunun mərkəzində də o arx gedir. Arxın içərisində sudan su olmur. Su olmur, ancaq zibil tullantılardadır. Çünki hamı yığır, torbasına aparatır ora və ora təmizlənsə də, yenə Allah şahid deyəm, məncə bir-iki dəfə təmizləndiyi görmüşəm, buna baxmayaraq təmizliyə rəayət olunmuyor. Torpağın çirklənməsinə nə ola bilər? Elə bizim verdiyimiz azot gübrələr falanlar, onlar həddən çox olur, ya qaydasında veririk, ya torpağı dəhşət dərəcədə istifadə edirik, istismar edirik, bərpa olunmasına imkan yaratmırıq, çirklənir. Yaxud da azot gübrələrini veririk və o tullantılar da yenə hansı ki qablarda olur, ya kisələrdə olur. O kisələr də gedib düşür yenə arxa suya, atırıq gedir. O da suya dolduqdan sonra həmin onun içərisində qalan qalıqlar da yenə həmin suya qarışır və o suyu biz götürür istifadə edirik, ya paltar yumaq üçün, ya qab yumaq üçün, yaxud məsələn, belə deyək ki, nəyəsə istifadə edirik, yenə də o bizim bədənimizə nə gətirir, xəstəliklər gətirib yaradır. Mən fikir demək istəyirəm. Burada olanların bəziləri bilirəm 73-dəndir, yəni 73 üstü var. Mən özüm 76 təvəllüdüm, yaşım çatır. Siz də xatırlayarsınız. Yadınızda qabaqlar bu şüşə qabları yığırlar, şüşə butulkalar. Bu günlər bu o qədər belə deyək də tətbiq olunur, inkişaf eləmir. Mən də başa düşürəm ki, bu mənim şəxsi fikrimdir. Bunun qarşılanmanın bir yolu da var. İndi elə yağlar var ki, onlar dəmir qablarda istifadə olunur da. Mən baxıram, biz ən çox tullantı ilə məşğul olduq, görürük. Ən çox nədir? Bax, şüşə, çünki o təkrar emal olunur, götürülürlər onu. Əgər bu günlər hər hansı bir belə deyək də, o götürülsə, hər hansı bir zavod, fabrik onu götürsə, təkrar, belə deyək, ən azından 2 qəpikdə olsa, onu yığacaqlar. Bax, bu, bayaqlar xanım dedi, bu içkilərin qabları var. Bu qabları yığırlar, deyəsən onu alırlar. Təkrar emal emal, həmin şirkətlər. Onu alırlar. Və bu günləri bunlara şərait yaransa ki, bu təkrar emal olunsun, bunu kimsə, hansısa bir zavod, fabrik alsa onu inançsız zibil yatmazlar. Onun hamısını kimsə yığacaqlar, aparıb istifadə edəcəklər. Mən şahid olmuşam, sizin o suyun üstünə gəlirəm. İnançsız el adamları var ki, o suya, üzr istəyirəm, kanalizasiya turbası oluşur. İnançsız o şeylər. Mən ona o hissəsinə gəlmədim, yəni o da var. Yəni bu bir yağlıdır. Bunun hamısı insanın sağlamlığına ziyan. Son 10 ildə, 15 ildə ən çox yaranan xəstəliklər hansılardır?
Onkoloji xəstəlikləri. ən çox yaranan. Şəkər düşmə çox dəhşətli dərəcədə çoxaldı. Bayaq mən özüm belə şəkərdən analizə getmişdim, şəkər analizi verməyə. Və orada mən baxdım ki, 9-10 yaşında uşaqları gətiriblər zob xəstəlikli analizinə. Zob xəstəlikləri demək olar ki, əvvəllər 1-2 adamda var isə, indi mütəmadi olaraq. Belə deyim ki, 9 adamın 7-sində zob xəstəliyi var. Şəkər xəstəliyi var. Göz xəstəlikləri var. Balaca uşaqlar, indi bu dəqiqə, məsələn, belə götürəndə, sinifə gələn uşaqlardan bir 30-40% artıq göz zəifliyi var doğuşdan. Bunun hamısı bizim o yediyimiz həm qidalardan və yediyimiz qidaların tullantılarına hara gəldi artmaqdan. Yəni, belə deyək ki, sən eləmsən günahı yoxdur. Bunun günahı hamımızın ümumi cəmiyyətin günahıdır. Budur. İqlim dəyişikliyi deyirlər, iqlim dəyişikliyi nədən əmələ gəlir? İqlim dəyişikliyi bioloji müharibələrdən əmələ gəlir. Bu dəqiqə qabaqları, məsələn, müharibə dövründə qılıncla, nəyləsə gedirdilərsə, inkişaf edir, tüfəng inanma nədə kimyəvi silahlardan istifadə olunur. Kimyəvi silahlardan istifadə olunduqca bu da havada istər-istəməz iz buraxır buludlardan da yağış formasında yağır, gəlir, düşür azı ölkələrimizə və həmin o su da istər-istəməz yenə bizim həyatımıza daxil olur və bağlıdır. Qanunvericilik bağlıqda xanım dedi ki, bizdə cəzalar tətbiq olunur. Bizdə qanunvericilikləri mən araşdırma apardım bu seminarı eləmək üçün və baxdım ki, bizdə qanunvericiliklər var, qanunlarımız var. İstər ətraf mühit mühafizəsi haqqında qanunumuz var, ekoloji təhlükəsizlik haqqında qanunumuz var, istehsalat və məişət tullantılarının haqqında qanunlarımız var, torpaq, su, meşənin qırılmasına görə məsələn cərimələrimiz var. Bizim qırmızı kitabda yulğun var, məsələn İmişli rayonunda daha çoxdur, yulğun qırılmasına görə bəli. Qırmızı kitabda olduğuna görə yulğunu qıranlara məsələn cərimələr verilir. Beynəlxalq konvensiyalarda bizim artıq ölkəmizdə tətbiq olunmağa çalışır. Amma bunu ən böyük istehsal müəssisələri istifadə edir. Vətəndaşlara bəzən belə desək, o məqrəbi olur, tanış olur, yaxdır, ellimdir, ovamdır, güzəşdə gedirlər, o cərimələri eləmirlər. Siqaret məsələn tullantılarının maşın gedərkən atılmasına cərimə var. Butulkalar istifadə edəcəyimiz qidaları küçələrdə atılmasına cərimələr var. Onun da cəriməsi var. Bəli, onun da cəriməsi var. Sadəcə indi bir məsələ var ki, o cəriməni eləmək kamera altında atırsa, görünürsə cəriməsi gəlir. Amma kamera altında olmayan kameradan kənar görünür. Məsələn, belə praktiki bir iş deyim. Biz özümüz Bakıdan gəlirdik qızımla maşında suyun içdik. Torbaya yığdıq. Torbada qab dəmirdir də, dəyər bir-birinə səs çıxardır. Sürücü də beyninə avtomatik nə gəldi? Maşının arasında yəqin tərpənir beynikdə. Bir sağa baxdı, bir sola baxdı falan. O nədir dedilər? İçmişik suyun qabıdır da torbada. Onu verdi mənə, qızım da bir ixtiyar verdi. Verdi, elə bu əlini pəncərədən atadı, qızım arxına belə tutdu. Atmayın. Mən özüm onu zibil kutusuna tullayacağım. Aldı sürücünün əlindən, kəndinin içərisində qoymadı. Deyir, mən belə eləyirəm. Olmaz deyir. Qızım da ekologiya tutarıq. O da biraz ətraf mühitə qarşıda, ümumiyyətlə hər bir şeydə çox həssasdır. Tullantılara qarşı da ümumiyyətlə çox həssasdır. Məsələn, maşında biz onu atmadıq küçüyə. Belə, amma təcrübədə görülür ki, hə. Deməli ki, sürücülərin hamısı bu işi görür. Dedim, belə biz o seminarı keçməyə gedirik. Gözümüzün də qabağını götürüb onu edirsiniz. Daha bizim işimizin adına oldu ki, bu məsələ var. Müəssisələrin öhdəlikləri dediyimiz kimi ətraf mühitin hər birimizdə, yenə də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatları Dövlət Dəstəyi Agentliyinə təşəkkür edirəm ki, bu şəraiti imkanı bizə yaratdı ki, sizlə gəldik, görüşdük. Həm sizin səsinizi eşitdik, sizin çalışmalarınızı eşitdik, həm biz öz səsimizi sizə çatdıra bildik. Görüşdük. İnşallah ümid edirəm ki, gələcəkdə böyük layihələrlə, böyük şartlarla sizin görüşünüzə gələcəyik və daha çox əməkdaşlığımız olacaq. İnşallah. Əlavə sualınız, sözünüz varsa, buyurun, dinləyə bilərəm. Yoxsa